Bakı şəhərində biz təkcə xolesterinə və arterial təzyiqə nəzarət edə biləriksə, ölüm yarı-yarı azalır. Ne güzel. İki faktora nəzarət edəriksə, ölüm yarı-yarı azalır. Hansı faktorlar? Və yaxud da xolesterini aşağı salarıqsa, plus təzyiqi normallaşdırarıqsa, ürək damar riski 78% azalacaq. Çox möhtəşəm bir rəqəmdir. İki risk faktorunu aradan götürməklə görən nəyə nail oluruq. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatının belə bir məlumatı var. Əgər bütün dünyada arterial təzyiqə, yəni qan təzyiqinə nəzarət eləmək 50% insanlarda nəzarət eləyə biləriksə, 120 milyon dünyadan gedir söhbət, insultun, 79 milyon ürək damarı ölümünün, 76 milyon miokard infarktının və 13 milyon ürək çatmazlığının qarşısını alarıq. Bir risk faktorunu bütün insanlarda 50%-ında normaya endirə biləriksə, bax bu möhtəşəm rəqəmlər alınır.